Əlbəttə, onun o qədər dəyərli cəmaat zülm etməyinin səbəbində də biraz da cəmaatın çox günah eləmələri var idi. Əslində, Həccac ibn Yusuf Əl-Thəqafi çoxlu xeyirli əməlləri olub. İslam xilafətində ordunun komandiri olub. Məscidlərdə 5 vaxt namazı qıldırıb. Cümə günləri xütbəli imamlığı özü eləyib. Bugün biz Quran-ı Kərimi hərəkə ilə oxuyuruq. Fəthə, kəthrə, dammə, sukun, tənvinlər hamısını Həccac edib. Cəmaat rahatca Quran oxuya bilsin. Gecələr namaza qalxarmış. İslam xilafətindən düz Çinə qədər fəth eləyə gedir. Onun orduya komandir seçilməsi də yenə məşhur bir tabiun aliminin Ata ibn Əbi Rabahın tövsiyəsidir.